Bu çox mühüm faydadır. Deyir ki, ayə göstərir ki, yaxşı, təmiz şeylər yemək, yəni halal olan ruzi yemək insanlara salih əmələ asanlaşdırır. Yəni sən halal yedikcə salih əməlləri asanlaşır sənə. Onun üçün böyük alim Salih Fovzan, Allah onu qorusun, buyurur ki, haram yiyən adamları ibadətdə çalışqan görməzsən. Haram bədən ağırlaşdırır, qoymursan ona itaat edəsən. Bunda dəlil hansı hədisdir? Peyğəmbər sallallahu aleyhi ve sellem zaten elə bu iki ayəni və həmin hədsin əvvəlində deyir. İnnallah tayyibun la yuqbalu illa tayyibə. Allah təmizdir, ancaq təmiz olanları qəbul edir. Allah deyir möminləri əmrlərini, rəsullara da əmr edir. Sonra bu ayəni deyir. Və sonra misal çəkir, bir kişinin deyir, saçı dağınıq adamdır, səhradadır, yol gedir, səfərdədir, əlini qaldırıb Allah'a deyir ki, ya Rab, ya Rab. Fikri duanın qəbul olma səbəblərindən. Bir, səfərdədir. İki, zəllaldadır. 3 əlini qaldırıbdır. 4 Allah'a çağırır. Hamısı duanın qəbul olma səbəbidir. Sadəcə nə deyir hədisdə? Mətəəmməhu haram, məşrəbu haram, və məlbəsu haram, və qıdiyə bil haram. Onun yediği haram, giydiği haram, içtiği haram, haramla qidalanıb. Onun duasını necə cavab verirsin? Aydın, bu da göstərir ki, haramlar duaların mani olmasına, qəbul olmasına en böyük manilərdəndir. Onu haram edən insanlar görməzsən ki, onlar itaətə çox çalışkan onlar. Hətta ola ağır gəlir. Deyir, necə durursunuz səhərlər namaza? Çox qəribə gəlir ona. Aydın, çünki ibadət ona qəribə gəlir. Amma saat 4'də aeroportda olmaq olur da yəni. 4'də olmaq olur aeroportda. 5'də uçuşdursa 3'də ham oradadır 2 saat əvvəldən. Qaçaraq təyyarə. Aydındır. Sonra deyir ki, biz qalxamırıq, sübh namazı yaman ağırdır. Sübh namazda qalxamırsan ağırdır. 5'dən olan təyyarə 3'də oradasan. Deyir, 2 saat əvvəldən gidək. Aydındır. Ne dedik demeyi ki ağırdı. Denen ki biz dünyanı ahiretten üstüne tutmuşuz. Bel tu'thiruna hayatta dünya. Aksine siz dünya hayatını daha üstüne tutmuşsunuz. Sonra rahmetullah buyurur ki gözler der ki el emru bis şükür akibin ni'am. Allah deyir ki ey iman getirenler Allah'ın sevdiği temiz şeyden yiyin sonra şükür edin. Nimetlerden sonra şükürü zikirləməyin, gətirməyinin ən böyük səbəblərindən biri de odur ki, şükür neməti qoruyandır, var olan nemət. Şükür var olan neməti qoruyan, olmayan isə cəlb eləyəndir. Çox gözəl sözdür. Şükür var olan neməti, indi arazda bu, deyək ki, bu qənd burada var və yaxud da bu su var. Var olanı qoruyandır. Olmayanı ki burada yoktur mesela o suyun benzeri diye meyve suyu yoktu veya diye kofe yoktu mesela benzer. Onu da celbeleyendi. Neyin eksi olarak? Küfrün eksi olarak. Küfür ise yani nankörlük ise olanı elden getir yok olmasına ve hemin mevcut olanı elden gitmesine ve nimetlerin yok olmasına, elden çıkmasına en büyük sebeplerdendir. Deyir ki, var kufru yuneffirun ni'am mefkuda. Yani o biri olan nimet şükür, olan nimeti koruyan ve olmayan cəlb edəndir. Bu da olan nimeti yok eləyən şükür. Küfür ise olan nimeti yok eləyən ve olmayandan da səni uzaklaştırandır. Olmayan necə olmayacaq yani. Aydındır. Ya burada şükür nimet deyəndə bəzi insanlar bu şükür diyor, kafir de oralarda ruzi verir Allah. Yok bu məndə deyil mən qardaşım. Zaten özdəki dünya mümini zindanıdır. Krallar yiyip içirdiler Peygamber sallallahu aleyhi ve sellem. Yemek tapır yemek. Yani bu o manada değil yani. Aydındır. Nimet Allah subhanahu ta'ala'nın nimet verdiği şeyler çoktur. İlim en büyük nimettir, iman nimettir, salih kadın nimettir, yaxşı dost nimettir. İndiki zamanda yaxşı dost en büyük nimettir. Seni itaate çağırır. Ki Allah subhanahu ta'ala gidək, Allah'ın dinini öyrənək. Allah'ın dinindən xəbərimiz olsun. Vallahi. Ona göre Allah subhanahu ta'ala diyor ki el-əxillə yevmə izin ba'duhum li ba'din adul illə muttaqun. Həmin gün, qiyamət günü bütün dostlar birbirine düşmən kesilecek. Yalnız müttəqilərdən başqa. Çünki onların dostluğu Allah'ın rızasına görəydi.